Siyasətin izahlı lüğəti efirdədir. Regional aktorların regionda öz maraqlarını genişləndirmək istəyi qlobal oyunçuların maraqları ilə birləşərək Yaxın Şərqin bütün perimetri boyunca proksi müharibələrin başlamasına səbəb olur. Proksi müharibə nədir? Sualımızı Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Proksi müharibə birbaşa qarşı durma əvəzinə dövlətlərin üçüncü tərəflər vasitəsilə münaqişələrdə iştirak etdiyi bir müharibədir. Bu cür münaqişələrdə dövlətlər öz maraqlarını qorumaq üçün qeyri-dövlət aktorlarını, separatçı qrupları və ya müvafiq ölkələri dəstəkləyirlər. Məsələn, Soyuq müharibə dövründə Birləşmiş Ştatlar və SSR arasında baş verən proksi müharibələr buna nümunədir. Eyni zamanda günümüzdə də, dövrümüzdə də biz hər halda görürük ki, müxtəlif münaqişələrdə dövlətlər, böyük dövlətlər birbaşa qarşı durmaya getmirlər müxtəlif səbəblərdən. Ancaq bunun əvəzində bir-biri ilə proksi və yaxud da biz bunu vəkalət müharibəsi də adlandıra bilərik, bir-biri ilə vəkalət müharibəsi aparırlar. Proksi müharibələr adətən resursların əldə edilməsi, strateji ərazilərə nəzarət və ya ideoloji üstünlük məqsədi ilə baş verir. Bu müharibələrdə birbaşa qarşı durma riski azalsa da insan itkiləri və dağıntılar yüksək olur. Məsələn, Suriya münaqişəsi bir çox beynəlxalq aktorların maraqlarını toqquşduğu klassik proksi müharibəsi nümunəsi kimi qəbul edilə bilər.